Pasiyent 71 yaş. Bu yaşda bel oma nahiyəsində olan və dizlərdə olan ağrılardan bizə müraciət eləyib. Demək olar ki, əlil arabasında bizə müraciət eləyib. Bel oma nahiyəsinin MRT-si qarşımızdadır. Burada bizim 7 mm, 6 mm, 5 dənə bel fəqərəsi varsa, hər fəqərə arası diskdə protruziyalar, qabarmalar və yırtıqlar var. Eyni zamanda osteoxondroz və spondilolistis sürüşmə var. İki əsas 6 mm və 7 mm fəqər arası disk yırtığını göstərirəm. Hər protruziya, qabarma və yırtıqlar siniri sıxır sümüyə tərəf və beləliklə də aşağı ətraflarda ağrı yaranır. Amma dizlərdə ayrıca patologiya var. Hər iki dizdə olan 3-cü dərəcə patologiya, çarpaz bağın zədələnməsi, sonra menisk yırtığı 3-cü dərəcə, artroz, koksartroz əlamətləri olduğuna görə biz birinci yerdə dizlərdən müalicəmizi başladıq. Bel oma nahiyəsini işləməklə bərabər hər iki dizlərdən də ağrını götürməliyik. Kompleks müalicədə həm bel, həm hər iki dizləri işləmək mütləq lazımdır.